körpə uşaq kimi, yəni bunlar görmürlər. Ancaq çöldə şam verə bilərlər. Çölə getmək bundan işi deyil. Sonra necə o quş balasına öyrətmir uçmağa. Bunlar da öyrədir o təzə çıxanları uçmağa, çölə getməyə, gəlməyə öyrədirlər. Öyrədəndən sonra bunlar o görsən arı qaynaq eləyirdi. Əvvəlcə bir elə bilsən beça verir də belə. Təsərrüfat təşkilatıdır da burada da. Təşkilatlar Hər şey sistem qurulub. Sistem qurulub. Bir ana var vəssalam ondan başqa. O ana hər şeyi idarə edən odur. O olmadı, o ailə məhv olur. İndi özləri də hamısı yerini tanıyır da, hamı uçur gəlir bura, hamısı öz. Hər kəs öz yerini bilir bu. İstəyirsən bunu 50'sini böyrə qoy. Öz yerinə girəcək. Deməli, duyum var, instinkt var. Beçə ildə bir dəfə verir də, səhv eləməz, yoxsa? Yox. Sən bir dəfə də verə bilər, 3 dəfə də verə bilər. Yəni baxır arı. Beçə verilsə özü iki yerə bölünür. Analıq çıxır da, oradan analıq çıxır. Doktor bir şey soruşum sizdən. Bu Laçın balı ilə və yaxud da digər zonaların balı ilə Minkənd balının fərqi nədir? Fərq orada bitkidəndir. Burada qara tükan yoxdur, pambıq yoxdur, alkasiya yoxdur, yəni meşə yoxdur. Olan bu çox ayrıdır. Ancaq çiçəkdən gəlir. İndi çiçəyin balı ilə Çəmən balı. alkasiyanın balını eyniləşdirmək olmaz axı. Əlbəttə ki. Və yaxud da ki, qara tükanın balı ilə gətirsinən çiçək balını eyniləşdir. Bunu tərkib Çiçək balı yox, yəni rəngindən nə bilir? Məsələn, meşə balı görsən ki, karısını ürəkdədir. Biri deyir ki, belə olsun, indi biz arının qabağını kəsmişik. Biraz kənarda nə istəyirsə. Amma təsəvvürünüzə gətirin ki, ən keyfiyyətli bal çiçək balı. Burada da meşə yox, alt çəmənliyi, hər yerdə ot üstü. Arı durdan gətirir, nə gətirir? O adamlar deyirlər, ay göçə balıdır, ay nə bilim filan baldır, ay. Buna boş söhbətdir. Arıya heç kim deyə bilmir ki, sən get göçədən gətir ayını. Bu bir fərq deyil ki, deyəsən get ora, bu buyruq elə gəl. Bu keyfi hara istəyir, ora gedir. Bilmirsən hansı tərəfə getdir. Dövlət deyil ki, çıxır getdi. Amma bunlar belə başa düşdüm. Tezdən necə datsız bunları? Özü gedir, asmaq yox, özü gedir. Açıqdır, yol açıqdır. Asən müəllim, mənim həkimin üzr istəyirəm. Həkimin dediyini, yəni belə analiz eləmək olar ki, çəmən balı ilə qara tikan balı və digər alkasiya balının fərqi üstünlüklərini izah elədi doktor, sağ olsun. O üstünlük təşkil eləmək var balda. Bir var ki, hər çiçəkdən gətirər. ancaq burada çiçəklərdir. Burada üstünlük çiçəklərdir. İndi Laçının özünü götürsək. Şey maşına girsən. Laçında üstünlük çiçək də var, qara tikan da var, meşə də var. İndi hamısının hərəsini də görürük. Eyni vaxtda hamısı çiçəkləmir axı. Çiçəklər özü də eyni vaxtda hamısı açmır. Eləsi var bal verir, eləsi var bal verir. İndi bunlar özü tezdən vaxtlı dururlar, gedirlər. Bir də axşam qayıdırlar. Axşam görsən, belə çox gəlmir. Ya indi yağış yağacaq, hava dəyişəcək, ya külək olacaq. Ona görə arı çöldən qayıdır içəri, öz yerinə. Bunlar maraqlı belə bir təsərrüfatdır. Bir ən yaxşı iş odur ki, arı ilə məşğul olanda sən heç nə haqqında fikirləşmirsən. Nə qədər fikirli adam olsun ki, arı ilə məşğul olsa, arı istirahət eləmiş olur. Hər şey yaddan çıxır. O xüsusiyyətli. Fikirləşmirsən o dövrdə. Sözdən biz necə ki, Afsarın zalana gedib məşq edirik, futbola gedirik, tamam oynayırıq. Bax bu iş budur. Təmiz təsərrüfat. Yəni halal. Hə, halal. Halaldır, həm də təmiz bu mənada ki, zibilə batmırsan, uşaq başı əlin batır, nəyə tutara batır, onun şirəsinə batır, ondan sonra yəni bir başqa bir iyi verməyir, yəni çirkli təsərrüfatdır.
Ya mal qoyun kimi deyil. Malqoyun kimi deyil. Altın təmizdən onun mal olsun saxlayan deyir. adamın adı ət kəsənin yanına gedəndə görsən iyi. Burada elə şey yox. Tədə balın özün, bayramım deyirlər də, o propolis. Onun özünün xüsusi spesifik qoxusu var, ətir qoxusu. Hər bir məhsulun özünün nəyi var? Arının 6 məhsulu var. Arı südüdür, arı zəhəridir, propolis bəramundur, baldır, bir də çiçək tozudur. Bunlar bir də arı zəhəridir. Bu altı Südü dediğiniz südü, arı südü. Arı südü, arı cəhəri. istifadə eləyin. Arı südünü, ana südünü saxlamaq çox çətindir. Oksigen dəydi məhv olur. O bəzi gətirir, bazarda yarmarkada satır. Yalan danışır o. Bilməyən adamı alır yalanla. Pul qazanmaq üçün yalan deyir. Başı çıxan adam, indi adam gedib ona deyib, mərdi bazar hardan gəlir, bunu satır, bunu qoymaz. Ama onu sağır. Çünki oradan götürür, oksigen dəydi, o saat məhv olur. Öz təsirini itirmir, əhmiyyəti yox. İndi sezon nə vaxta qədər bunlar buradadır? Sezon avqustun 5-nə kimidir. Ondan sonra arılar nətər olacaq bəs? Yox, ondan sonra arılar yenə işləyir. Yəni, şan hörməkdir, ondan sonra balı masif gətirir, avqustun 5-nə kimidir. Ondan sonra da gətirir ki, fərz elə böyün indi, bu saat baxaram tərəziyə görüm böyün nə qədər gəlir olur. Onu biləsiniz. İndi böyün fərz elə 1 kilo gətirirsə, get-gedə bu azalır. 300 qram, 200 qram birdən dolup ses olur. Onda sezon qutarır. Burada durmağın yeri yoxdur. Biraz pis yeri düşməsin. Hüseyin. Bakın, saat nə qədər olur.